İzləyiciləri, bugün yenə də blok sualı ilə qarşınızdayım. Deməli, ehtimal nəzəriyyəsinə aid belə bir sualdır. 9 yeri olan sıraya 9 oğlan təsadüfü qaydada əyləşir. Onlardan Araz, Gündüz və Fəridin yanaşı oturması ehtimalını tapın. Əgər 9 şagirdi bir sıraya əyləşməsini istəyirsinizsə, bunun ehtimalı, yəni mümkün halların sayı əvvəlcə tapılmalıdır. Mümkün halların sayını tapmaq üçün 9 şagirdin düz bir sıraya oturmasının mümkün halları 9 faktorialdır. Deməli, məxrəc olacaq 9 faktorial. Amma biz istəyirik ki, burada Araz, Gündüz və Fərid yanaşı olsun. Və digər 6 nəfər şagird isə ayrı-ayrı. Digər 6 nəfər şagird ayrı-ayrı oturacaq. Baxın, indi ümumilikdə əgər yanaşı oturanlarımızın sayı 3 nəfərdirsə, onları 1 nəfər kimi qəbul edirik. Bunlar 1 nəfərdir, bu 3 nəfər şagirdi 1 nəfər kimi götürürük. Çünki onlar harada əyləşsələr yanaşı oturacaqlar. Və indi burada da 6 nəfər var. Toplamı nə qədər elədi? 7 nəfər. Deməli, bunların yer dəyişməsi 7 nəfərin yer dəyişməsi kimi olacaq. Lakin Araz, Gündüz, Fərid şagirdlərin sıralamasında hansı hissədə oturarlarsa 3-ü ayrılmırlar. Amma 3-ü aralarında yer dəyişə bilərlər. Ola bilər ki, Gündüz əvvələ keçsin, ola bilər ki, Fərid, ola bilər ki, Araz. Bu 3 dənə şagirdin yer dəyişməsi isə 3 faktorialdır. Onda ehtimalımız olacaq 9 ilə 7 ixtisar getdi, 8 vur 9, 8 vur 9, 1 vur 2 vur 3. 3 ilə 9 gedəcək 3, 8 ilə 2 gedəcək 4. Deməli, ehtimalımızın cavabı 12-də 1-dir. Və sonda demək istəyirəm ki, növbəti tədris ili üçün, artıq 11-ci siniflərimiz üçün onlayn dərslərimizə başlamışıq. İkinci qrup üzrə dərslərimiz davam edir qeydiyyat. Deməli, ikinci qrupda biz başlayacaq ikinci hissə test toplusundan. Məlumat verim ki, ikinci hissə test toplusu mövzularını bitirdikdən sonra yay ayları da dərsimiz həmçinin davam edəcək. Əlavə məlumat, ödəniş üçün WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.